Hə. Uy. Dördüncü günü gəldi Zarina gələ getirdim. Hə Zarina gedəm. Səhərdə işdə olmalı. Dedim Zarina getsin, veriş qutarında öldürəm. Getsin ürəyim. Paltarını da yarsan, həm istixora hissin, da bu obri sığınacaqda yeyə bilmirlər. Həm sığınacaqda siz də yemək hissin, həm çimsin, həm də paltarına atarsan, o getsin işə, işdən də səndən gələr. Deməli, buradan mənim başımı alladıqlar, gediblər şey gələ, tutu gələ. Söhbət buradan başladı, qovrulandı. Mənim də heç nədən xəbərim yoxdur. Biləsi vardan da mən şey gəlmişdi, nədir, qaz əti gətirmişdi, sözüm açıq. Heç mən özüm yiyim, mən yemədim, yedizdirdim, onu sığallırdım, onu tumar. Uşaq kimi, mən onun şeyim. Mən danışanda həyəcan keçirəm, ürəyim ağrıyır. Yox, ev tortları elə deyil. O elə deyil, o elə uşaq deyildi. Onun danışığı da o deyil. Prosta sadəcə nəysə getdi, nəyənsə qurbana getdi. Zarıyla qurbana getdi, nəsələri qalsın. Çünki hənim getmir, Azərbaycanla. Mənim. Bir işə gəlməmişdim. Amma böyük ittiham eləyir. Mənə deyir ki, sən türklərdən danışsan, böyük ittiham eləyir. O ittihamın arxasında da duracaq. Yox, ürəyəm, barışmamışım. O da axırıncı paltarlarını göndərdim ha, ki, get həyatını yaşa. Onlar da imtina ərizəsi verəcək. Versin də.